Demek ki vuruşan oğlanlarımız da var, vuruşan kızlarımız da var, qəhrəman kızlarımız. Saadet Hanım'ın cavan uşaqdır. Gəlib burada qəhrəmandasına oğlanlarla vurur. Gəncə batalyonda hələlik. Təzə gəlib, təzə gəlməyinə baxmayaraq. Açıq ürəklə. Az təqdim edəcəyim. Hüseynova Səadət, 17 yaşım var. Özümdə Neftçalar rayonundanam. Sizi nə məcbur edeyim ki, vətən torpağını bizim oğullar olurlar, siz də gəlmişsiniz müdafiə etməyə. Nəyə görə məcburum? Oğlanların çoxunda qeyrət görməyib ona görə. Bana şalvar giyinirlər. Oğlanlar hamısı şəhərdə siqaret çəkməklə məşğuldur. Ona görə də mən məcbur olub gəlmişəm. Sən qadağım. Mənim, üzr istəyirəm, mənim balaca qızım var, 8 yaşındadır. O dedi ki, papa, o vertolyot partlayanda dedi, papa, sen orada vətən torpağında vuruşursan, ancaq burada bığı-burma oğlanlar gəlir siqaret satırlar. Sənin başqa bir şey gəlsin, mən də özümüzü həribi öldürəcəm. İnanarsan, telefonla danışa bilmədim, ad boy verdim. Getdim, qılıqladım, dedim, anaş, Bakıdadılar. Dedim, anaş, olmaz, dedi, ay baba, hamının vətəni döyüb, bığı-burmalar düşüblər vağzaldan ta bütün şəhərin canına siqaret satırlar. Dedim, anaş, dedi, papa, bilirəm, sən sözündən dönən döysən, sana uğurluyorlar olsun. Qoy, elə qızlarımız da, bu ki, belə qəhrəman qızlarımız var, Allah bunlara can sağlı versin ki, o beyqiriyyət oğlanlara da qeyrət versin Allah ki, siqaret satıb, köynək satıb, başqa şeylərsə, buradan oğrana şeylər satıb, gəlib bizim qanımızı, yəni ki, olmasın, yeyə çıxıb orada kişilənməsinlər. Gəlsin, heç olmasa bu qızın, bizim bu qəçək qızın, Saadət xanımın